Bu arada Xanalan çox düzgün vurğulayırsan. Bu arada Neftçinin əvəzedici heyətində çox yaxşı futbolçular var. Və mən izləyirəm onların daimin YouTube'dan video fragmentləri. Ayxan bilər, hücumçu var bir dənə. Ömər Qurbanov. Ömər, bax, adam 5 oyun 5 gol. Bildiyin həqiqi mənada bugünkü futbolda hansı xüsusiyyətlər lazımdır? Yerli Erling Haaland deyək də o uşağa. Çox belə perspektivli futbolçudur. Taran tipli futbolçudur. Həm belə deyək də top saxlamaqdan o cərimə meydançasının içindən əlavə hətta sprint bacarığı da heç də az deyil də belə deyək. Yəni bax belə futbolçuları dərhal düzdür Neftçinin bugünkü gündə belə deyək də o günü deyil ki, hər hansı bir gənc futbolçunu meydana daxiləsi şans versin. Amma bu futbolçuya məncə şans vermək olar. Ən azından oyunların son 10 dəqiqəsində, nə bilim, 8 dəqiqəsində, 15 dəqiqəsində belə bir futbolçu Neftçidə var. Ağadadaş Salyanski. Və görünür oldu ki, Verindub bu futbolçudan belə deyək də, yararlanmaq istəmir. Amma mən sizə deyim ki, bu Musa Ömərin oyun üslubu çox fərqlidir və Azərbaycanda son illər belə deyək də olmayan bir hücumçu çıxarda bilərik. Yəni yetişibdir məncə. Bu futbolçuya mütləq diqqət ayırmaq lazımdır. Digər futbolçularda var, adlarını bilmirəm. Yəni sözün açığı adını bilmədiyimə görə sadəcə oyunların görüb deyirəm. Həqiqi mənada Neftçinin ikinci komandasında çox perspektivli futbolçular var. Ömər Qurbanovu xüsusi qeyd etdin. Razıyam Ahmet. 2 gün əvvəl Ömər Qurbanovdan geniş bir müsahibəm oldu. Olub müsahibəniz. Sənan Qurbanovun oğludur. Keçmiş hücumçu Qarabağda oynayan Sənan Qurbanovun oğludur. Təəssüf ki, Ömər Qurbanovu bir neçə mövqedə oynadıblar. 2 il əvvəl Neftçinin əsas komandasında adam debut edib dayaq yarımı dəvəçisi kimi. Və bu günləri hücumda görürük ki, 5 oyuna 5 gol vurub. Qış fasiləsində gəlib Neftçiyə. Daha geniş danışmayacağım. Elə Sport Info saytında müsahibəyə daxil olub. Çox önəmli, gənc olmasına baxmayaraq çox önəmli detallara toxunub. Yəni bizdə son dönəmlər niyə hücumçu çıxmır? Çox vacib köklərinə gedib və problemlərə toxunubdur. Çox önəmli problemlərə toxunub. Məsləhət görərdim ki, mütləq Sport Info saytında həmin müsahibəni oxuyun və yaxından tanış olun. Neftçi azarkeşləri də tanımayanlar varsa mütləq tanısınlar. Qoşuluram Hamidə. Həqiqətən o futbolçuya şans vermək olar.